Deməli, daha bir vətəndaş sosial şəbəkədə dələduzluğun qurbanı olub. Binəqədi sakini Instagramda ruhunu arındır və gözəl dualar adında bir səhifəni idarə edən Mahmudova Gülgəz Siyavuş qızı tərəfindən aldadılıb 17.000 manat pul ələ keçirilib. Şikayətçinin sözlərinə görə, çox gülməli bir şey var burada. Hesabların adları diqqətini çəkdiyindən qarşı tərəfə yazıb və özü də bu birinci ona yazıb. Müəyyən müddət ünsiyyətdən sonra Gülgəz Mahmudova ona ruhunda cadu olduğu, gələcəkdə xərçəng xəstəliyinə tutulacağı kimi fikirlər söyləyərək dərhal təmizlik olunmasının zəruri olduğunu iddia edib. Bu ad altında izləyicidən 2024-cü ildən, bax müddət diqqətlə qulaq asın, niyyətini deyəcəm. 24-cü ildən 25-ci ilin noyabr ayının 5-nə qədər müxtəlif mərhələlərdən və s. və yaxud 17.000 pul alıb. Deməli, bir ilə. Bu adam orta hesabla hər ay 1500 manat pul verir buna. Elə bir ki, o falçı ilə bir işə düzəlib, hər ay bundan 1500 manat maaş alıb və yadınızı saxlayın. Ehtiyaclı adam, ondan sonra maddi durumu zəif adam hər ay 1500 manatı təkcə falçısına verirsə, gör bunun nə qədər gəliri var. Elə belələrinin pulun, belə deyək də, kasıb küsub ehtiyacı olanlar yeyə bilmirsə də, qoy elə bunun pulun falçı yesin də. Yəni, niyə də yox? Yəni, fikirləşin də, sənin nə qədər pulun olmalıdır ki, məsələn, bir adam 100 minlik maşın sürür. Hesablayırsan ki, bu adamın 500 min, 1 milyon civarında pulu varsa, var ki, bunu sürür də, onun haqqıdır. İndi sənin nə qədər pulun olmalıdır ki, bu boyda sosial problemlərin içərisində falçıya da 1500 manat pul ödəyəsin.